Salam herkese, mən Fəxri Əsadov və yeni videomuza xoş gəldiniz. Gördüyünüz kimi bir əlimdə termos, bir əlimdə kamera, bir dənə burada kamera. Çıxmışıq yollara, Mazda proyektinə qaldığımız yerdən davam edəcəyik. Səsim bilmirəm nə dərəcədə əladır, amma maşında da ətraflı danışacağıq. Uşaqlar, deməli, bu günləri Mazdaya qaldığımız yerdən davam edəcəyik. Mazda hansı yerdə qalmışdı deyə sual verirsinizsə, bir neçə ay bundan öncə Mazda ilə bağlı, yəni yenə yenidən adı ilə bir seriyaya başlamışdıq. 2 yoxsa 3 videodan sonra həmin seriyamız dayanmışdı. Səbəb isə ustada oçered gözləyirdik. Sözün əsl mənasında ustada sıra gözləyirdik ki, bizim avtomobilimizə də vaxt gəlsin, çatsın. Çox da detallı burada danışmayacağım. Baxmaq istəyənlər YouTube kanalında, yəni rahatlıqla axtarıb baxa bilərlər. Yadıma düşsə aşağı hissəyə də linki buraxaram ki, rahat formada tapa biləsiniz o videoları. Nəysə, həmin videolarda Pərvizlə əlləşdik, kalan detallar gətirdik, bəzilərinin üzərinə quraşdırdıq, bəziləri qaldı. Və bizim işimiz nəyə görə dayandı deyə sorursanız, Sumqayıtda Rövşən Ustaya getməli idi. Maşına və Rövşən Ustanın işləri çox olduğu üçün bizim maşına vaxt yox idi. Dekabrın əvvəlindən bəri belə deyərdim ki, Rövşən Ustada vaxt gözləyirəm və bu günləri də fevralın 11-idir səhv etmirəmsə və bu günləri artıq avtomobili Rövşən Ustanın yanına aparacaq, amma hal-hazırda Mazdanın arxasıcan getmirəm, Abartdan gedirəm Pərvizin yanına. Pərvizdə bir dənə bizim orada detalımız qalmalıdır, onu da götürəndə sizə göstərəcəm. Onu götürək, gedək artıq Mazdanı qarajdan çıxardaq, evakuatora yükləyək, aparaq Rövşən Ustaya təhvil verək. Açığı, qardaşın həmişə adını eşitmişəm, birbaşa hələ tanış olmamışam. Gedək həm yerini sizə göstərim, həm də ki, biz danışaq, söhbətləşək ki, görək nə edəcəyik, nə eləyəcəyik və təxminən bizim Rövşən Ustada nə qədər avtomobilimiz qalmalı olacaq. Belə, bu təzə yolda sərf eləyir, pis deyil, düzdür, arada sıxlıq olur, amma belə gündəlik buradan istifadəyə yarayır. Atmış sonra üstümə gəlir. Qarlı yollar, aşağı. Salam aleykum. Ya Allah. Heç nə uşaqlar. Pərvizin yanından çıxdıq. Babinin iştəkerlərini götürdük. Və bir məsələni də sizə izah eləmək istəyirəm uşaqlar. Neçə vaxtı görürsünüz ki, Mazda üçün və yaxud digər maşınlar üçün illərdir, nəsə tapılmayan detal olanda mən sifariş verirəm və hər dəfə mənə yazırdılar ki, abi sən hardan kəmərimi taxım. Ya Allah, aysa. Hər dəfə mənə yazırdılar ki, bəs abi sən bu detalları hardan alırsan, kimdən alırsan? Mən aldım, nə bilim, səhv gəldi, nə belə oldu, elə oldu. Uşaqlar, bir şey nəzərinizə çatdırım ki, heç kim, heç vaxt, heç nəydən sığortalanmır və illər sonra mənə də atdılar. Biraz qəribə səslənsə də, bəli, Mazda üçün babin almışdım, R8 babin. Amma gələn bağlamanın içindən babin əvəzinə termostat çıxdı. BMW-nin termostatı özdə. Nəysə,
pul da qaytara bilmədim, mal da qaytara bilmədim. Əslində pulu qaytarırdılar, malı qaytarsaydım. Malı da abratını qaytara bilmədiyim üçün heç nə mal qaldı məndə, pul qaldı onlarda. İndi Bakıdan həmin babindən alacağam. Təəssüflər olsun ki, təzə yox, işlənmiş alacağım. Çünki bu dəqiqə büdcələri sıxmışam və yəni təzə istəmirəm bu dəqiqə alım. O boyda pul xərcləmək istəmirəm. İşlənmiş alacağım, məqsəd təki işləsin məntiqi ilə. İnşallah Mazda tam hazır olandan sonra tək bir dənə problemimiz babin olsun. Onda pulun verib sıfır təzəsini alarıq deyə düşünürəm. Heç nə, indi babinin ştekerlərini götürdüm. Pərviz dedi bir dənə ölüxana var, gedirəm ora. Orada da işlənmiş babin olmalıdır. Gedək babini də götürək, sonra gedək Mazdanın dalıca. Oradan da Sumqayıta. Deməli cavanlar, belə bir gül buketimiz var. Gördüyünüz kimi 4 dənə babin aldıq. Babinin ştekerləri, onu da aldıq. Məncə artıq tamamlanmayan heç nə qalmadı. Tak, bir saniyə, kartamızı quraq. Ay sağ ol. Yenidən düşdük yollara. Çöldə də bir dənə ekstremal hava var. Ya Allah, getdik. Deməli cavanlar, bütün zapçasları götürdük. Heç nə məncə artıq qalmadı çatışmayan olaraq düşünürəm. Yəni hələ də düşünürəm. Gedirik qaraja, hansı ki Mazdanı öz qarajımda, elə köhnə qarajımda saxlayırdım neçə vaxtı. Gedək maşını xodlayaq, evakuator çağıraq, evakuatorla gedirik birbaşa Sumqayıta. Orada da maşının başında istəyirəm bütün prosesdə danışım ki, ustanın həm söhbət olaq, həm də ki nə işlər görüləcək maşında, bir də üstündən keçək. Həyəcanlıyam. İnşallah axırki istədiyim nəticəyə gəlib çıxarıq. Dərnəgülün möhtəşəm probkası ilə davam edirik. Yaxşı olar. Bir xoddansa yaxşı olar. Yəni sönsə çətin bu xoddana. Akkumulyatorun axırıdır. Xalastoy aparatımız da olmadığı üçün məcbur belə saxlayıram. Deyəsən oldu. Sol ilerle. İşte gidiyorum. Maşınımız hazır. Gedir üzü Sumqayıta. Məncə artıq gördünüz. Mazdan yüklədik evakuatora. Sumqayıt yolunda da hal-hazırda. Biz də ekologiya postunu keçirik. Gedirik Sumqayıta, Rövşən ustanın yanına. Sual gələ bilər ki, maşını niyə sürə-sürə aparmadın? Maşın işləyirdi. Nə oldu ki, evakuatorunu apardın? Stabil işləmədiyi üçün heç axotum olmadı da, yəni ki, buradan sürə-sürə 1, 2, probka, ora-bura get, sonra taksi ilə qayıt. Ona görə maşını da incitməmək üçün, özüm də rahat ora-bura gedə bilim deyə elə salamatı evakuatorla göndərdim. Təxminən 25 dəqiqə, yarım saat
ərzində yəqin ki, çatmış olacaq. Gedək, görək başımıza nə gəlir. Uşaqlar, deməyə gəldik, çıxdıq Sumqayıta. Rövşən usta yanımızdadır. Salam vereyim. 2 aydır və qardaşın yanında 30 gözləyirəm. Gəlin indisə avtomobilin yanında izah eləyəcəm ki, proses nədir. Düzdür, veşlərimiz buradadır. Maşını saxlayırıq burada. Bir neçə həftə burada işi var. Maşınımız burada. Nə bilim, bu gördüyünüz qarma-qarışıq, nə bilim, şlanqı olsun, kabeli olsun, daçiklər olsun, hamısı usta dediyinə görə yaxşı olacaq. Əsasda moykası. İnşallah bunlar hamısı həll olandan sonra, nə bilim, bu daçiklər, maçiklərdə xırdalığına getmirəm. Hazır olandan sonra Rövşən ustanın yanından maşını götürürük, gedirik, hərvizə, praşivka eləyirik, sürürük. Yəni plan budur, amma indi demək çox asandır. İnşallah onu praktikada da görərik. Yəni videonun qalanı artıq yəqin prosesdən, görülən işlərdə olan bəzi belə ortalarında gəlib çalışacağam ki, çəkim. Belə, usta maşın sizə əmanət, mən getdim. Çox sağ olun. Sən sağ ol, görüşənədir. Belə cavanlar, mən də Abartla üzü Bakıya tərəf gedirəm. Maşın buradadır, düzdür. Bir neçə gün, bəlkə də 10 gün mən olmayacam. Səfərimiz var, oradan da maraqlı vloqlar gələcək inşallah ki. Gedək gələk. Həmin vaxtda da maşında görülən işlərin bəziləri ən azından bitmiş olsun. Proses ərzində də, yəni gedib gələndən sonra da yəqin maşın hələ burada olacaq. Gəlib burada da yerində sizə kadrlar çəkəcəm ki, vəziyyət nə yerdədir. Hələ ki belə, videonu da açıq istəyirəm burada bağlayayım. Əslində saxlayıb iş görülən prosesləri də çəkib bu videoda qoya bilərdim, amma sizi çox gözlətmək istəmirəm. Ona görə də xahiş edirəm. YouTube kanalımıza abunə olaq, videomuzu bəyənək, zınqırovu basaq. Ancaq bu formada maksimum mənə dəstək ola bilərsiniz. Belə, görüşənədək.